Artıq nə vaxtda məzun olacaqsın Allah qoysa? 2 ay sonra. 2 ay sonra məzun olacaqsın. Otelçilik, turizmçilik. İxtisasını da tam olaraq desən yaxşı olar. Necə gedir Türklərdə? De. Aşçı. Cumhurbaşkanlığı kilis, Turkish President aşpazı. Türkler İngilizce de biz başa bir şey Ali isə bir yanları biz sizin demişdik. O da bizimlə bərabər Nurdada qaliblərdən biri olub. Yəni o da birinci ilə fərqli yarışlarda qalib görmüşdü yemək üzrə və sonunda isə İstanbulda oldu. Nə vaxt oldu İstanbulda? Noyabrda İstanbulda şokolad yarışmasında komanda şəklində Azərbaycan birinciliyi qazandı. O videolarda var. Bu paylaşmaları. Neçə gün davam etdi yarış? Hərdə də, təkdə də birinciydi. Fərqli də birinci. Ne pişirdin? Şokoladdan ne diyeceksin? Muz. Muz. O şey yesem şokoladını vulkan gibi dağ. Yox, muz başqa. Muz başka. Muz şey kimi. Dondurma kimi. Dondurma. Bildim. Yəni yaxşı bir şeydir hər bir tələbə özü üçün öz uğurunu qazanmağı. Doğrudan da mükəmməl bir işdir ki, Özü bu Azərbaycanda da olmalıdır da belə bu müasir şeylər mesela. Ailənin neçə yaşı var? Neçə yaşı var? Yəni həm şirniyyatda, həm aşpazı var, çox güclü həvəsi var və mütəmmaddə olaraq həm ailə tərəfindən ona dəstək olmuş bu sənətə sahib olursun, həm özü. Yəni hansısa bir tədbirə gedəndə orada üzü açır, o tədbirdən çıxır. Bunu şahid olmuşam. Bu böyük bir şeydir. Uğurlar sahası, uşaqlar.